Səlis, yadda qalan bir çıxışçı olmaqdan ötürü vurğulamaq istədiyim 6-cı məsələ mövzunu bilmək, bir də yığcam danışmaqdır. Bəzi şəxslər o qədər uzun-uzadı danışırlar ki, bizim necə deyirlər, ürəyimiz çəkilir. Özəlliklə də kütlə qabağında danışacaqsınızsa, öncədən tədbiri təşkil edənlərdən soruşun. Mənə nə qədər vaxt ayırmısan? Tutaq ki, dedi 20 dəqiqə. O zaman gedin mövzuya hazırlaşın. Mövzunu mütləq yaxşı bilməlisiniz. Carnegie söylüyordu ki, bir insan hazırda danışdığı mövzudan 40 qat artığını bilmirsə, susmalıdır. Siz bitirdikdən sonra bilmədiyiniz yerdən sual gələ bilər. Cavab verə biləcəksinizmi? Həm bunu nəzərə alın, həm də təyin olmuş vaxtı keçməyin. 20 dəqiqə deyilibsə, öncədən çıxış mətninizi yazın, dəfələrlə məşq edin. Baxın, görün neçə dəqiqə danışdınız. Mütləq şəkildə vaxt ölçəni də qurun. 20 dəqiqəni 15-16 dəqiqədə yekunlaşdırın. Çünki orada sizə əlavə sualların verilmə ehtimalı var və yaxud da mövzudan kənar bəlkə yadınıza nəsə düşdü, onu danışdınız. Bütün hallarda 20 dəqiqəni keçməyin. Baltasar Gracian 17-ci əsrdə yaşamış bu mütəfəkkir özünün Müdriklik sənəti kitabında yazırdı. Az danışın, yerində danışın və çalışın danışdığınız mövzu qeybət olmasın.